daha bir Parkinson sindromunu, Parkinsonizm xəstəliyini müalicəyə alırıq. Ona görə sindrom deyirəm ki, xəstə ağır trafik qəza keçirdib, beyin travması alıb və bir müddət sonra xəstədə başlayıb əvvəlcə bir barmaqda əsmə, sonra da bütün bədənə yayılan əsmə. Xəstədə əsmədən çox kilidlənmə üstünlük təşkil edir. Bax, gördüyünüz kimi xəstə önə doğru əyilir və tək qalanda ya arxaya, ya önə yıxılır. Bu dəfə də önə əyilməklə əlaqədar önə yıxılıb və xəstənin görməsində, yerişində xırdalanma, özündə kilidlənmələr var. Xəstə özünə qapılıb, səsi yavaşlayıb xırdalanıb, görməsi xırdalanıb və yerişi xırdalanıb. Yerdəki xəstəni baxaq, baxın, əsl Parkinson yerişi, kukla yerişi deyirik buna. Zəhmət olmasa yerin, baxın xəstənin yerişinə, kukla yerişi. Bax, biz indi ağırlaşmalar da bunda, deməli, sayğılamalarla ağırlaşmalar var. Onları da nəzərə almaqla xəstəni müalicəyə alacağıq və nəticəni görmək üçün bizi izləmədə qalın. Görürsünüz, xəstə yıxılır.